Ədalət hər kəsin düşmənidir. Onu bərqərar etmək üçün insan öz daxilindəki başqasından üstün olmaq istəyini də boğmalıdır. Bu isə qeyri-mümkündür. İnsanların gözündəki məzlum müqəddəslik yalanını silmək lazımdır. Çünki insanın günahı onun sosial maddi statusuna nisbidir. Varlı ilə kasıb Allah qarşısında eyni cür günahkardır. Çünki hər kəs öz maddi gücünə və imkanına görə günah işlədir. Kasıbın günahı cebinə, varlının günahı isə kassasına görə dəyişir. Siz insanlar Allah'tan ədalət gözləyirsiniz, amma günahları hələ də öz balaca beyninizlə böyük və kiçik deyə ayırırsınız. Halbuki bir insanın edə biləcəyi şey onun maddi, psixoloji, sosioloji, məkan və zaman fərqinə görə dəyişir. Allah'ın qatında günah da, savab da insana görədir. Baxın ki, Dulişo dedi, bir varlı 1000 rubl nəzir verir, kasıb isə 10 rubl. Sizcə varlı daha çox savab qazandı? Əlbəttə ki, xeyr. Allah hər ikisinin nəzirini eyni ölçüdə görür. Çünki hər kəs öz imkanının son həddindən verir. Eləcə də günahlar da elədir. Milyardı olan adamın etdiyi hər nə qələt varsa, acıgöz kasıbla eyni dərəcədə günahdır. Sizə kiçik görünən o hadisə bir kasıbın başqa bir kasıbın 1 rublunu oğurlaması əslində bir varlının minlərlə, milyonlarla insanın haqqını kəsməsi qədər böyükdür. Çünki günahın və savabın çəkisi onun rəqəmində deyil, sənin o günahı etmək üçün sahib olduğun o gücün və imkanın həcmindədir. Sizin mənəviyyatınız rəqəmlərlə yox, faizlərlə ölçülür. Siz kasıblar heç bir halda həyata bələd ola bilməzsiniz. Siz hətta özünüzü tanımırsınız. Sizin həyatınız məhrumiyyətdir və həyatı məhrumiyyət olan hər kəs hər şey haqqında yarımçıq hökm verməyə məhkumdur. Siz özünüzün nələr edə biləcəyinizi bilmirsiniz. Həmişə özünüzü vicdan və əxlaqa uyğun görürsünüz. Halbuki bütün o yaxşı keyfiyyətləriniz, dırnaq içindəki yaxşı keyfiyyətləriniz sadəcə edilməmiş, gözünüzdə qalmış arzulardır. Sizin içinizdəki kritik kütlə, həmin o uranyum kürəciyi kimi yığılmış nəfsi istəkləriniz bircə dəfə imkanlı səviyyə çatmaq üçün bəhanə axtarır. Siz sadəcə çarəsizlikdən Allah'ı özünüzə dost seçmişsiniz. Allah hamının dostudur. Bəs deyin görüm siz kimsiniz? Siz məzlumlar əlinizə fürsət keçəndə o kritik kütlədən uranyumdan başqa heç nə deyilsiniz. Siz həm də satqınsınız. Bütün kasıblar əksəriyyəti ilə olduqları vəziyyətə layiqdilər. Çünki məzlumluq birlik qura bilməyib, ayrı-ayrılıqda əzab çəkərək yaşamaqdan yaranır. Əzilənlər sinifi əslində çoxusu ən pis olanlardır. Çünki onlar dərd çəkəndə bir yerdə olub, çarə axtaranda bir-birini yarı yolda qoyan alçaqlardır. İllərlə məzlum halda çürüyən adamlar. Allah sizə çətin kömək eləsin. Çünki sizin o əziyyətinizin əsas səbəbi odur ki, siz ancaq fərdi xilas haqqında düşünürsünüz. Sizin ictimai xilas, birlik olmaq barədə heç bir fikriniz yoxdur. Siz sadəcə özünüzü düşünürsünüz. Allah bilir ki, əslində ayrı-ayrılıqda jackpotu gözləyən alçaqlarsınız. Sizin rifah istəyiniz nədir? Yuxarı siniflərin etdiyi o əyləncələrə, gənc qızlarla flörtlərə çatmaq. Siz sadəcə gözləyirsiniz ki, kimlərsə hərəkət etsin, siz də hazırın üzərinə qonub qazanasınız. Hətta o kimlərsə dediyiniz adamlar da sizin kimi başqasını gözləyir. Nə gözləyirsiniz? Vladimirin reinkarnasiya etməsini, sizi tünd sirkə kimi həll eləyib küpü sizə dağıtdırmasını, Allah ictimai xilas düşünənlərə, birlik qurmağı bacaranlara kömək eləyər. Ayrı-ayrılıqda jackpotu gözləyən alçaqlara yox. Allah birlik quranları yuxarı qaldırır. O bir-birini qıraraq jackpot gözləyənləri isə elə öz yerindəcə saydırır.